İlk öncə sizi salamlayıram əziz izləyicilər. Bu günləri Böyük Gələcək Kiçik Addımlarla verilişinin növbəti qonağı Neftçinin fenomen futbolçusu Atanur Əliyevdir. Salamlayıram Atanur Əliyev səni. Neçənci ildə harda dünyaya göz açmısan zəhmət olmasın? Bakıda dünyaya göz açmışam və 2016-cı ildə doğulmuşam. Neftçidə oynayıram. Neftçinin ümumi komandasında oynayıram. Forma nömrə neçədir? 7. İlk hansı klubda başlamısan futbola? Birinci Bakıboystu başlamış. Bakıboystu, daha sonra Daha sonra da Neftçiyə. Neftçiyə seçimlər oldu və sənə Neftçiyə seçildin. Hazırki məşqçinizin adı nədir? Trollet. Bu yaxınlarda Rusiyanın Ulyansk şəhərinə səfəriniz oldu. İlk ölkə xaricindən çıxan səfər idi. Necə təsir bağışladı sənə? Biz getdik ora. Biz Bakıda oynayanda biz təbii otda oynamırıq. Çünki getdik ora birdən təbii otda oynadığımız görə ilk dəfə təbii otda oynaya bilmədik. Yenə yaxşı ki 4-cü yerə çıxdıq. Neçə komanda içində? 8 komanda içində. Yəni ilk səfərinizdən qənaətbəxş nəticə əldə etmisiniz. Sabahınız xeyir, dobro utro. Biz komandamızın 7 nömrəli futbolçusu Atanur Əliyevdən hal-hazırda Ulyansk şəhərinin Lev Yaşın adına Turut stadionundan görüntüləri sizinlə paylaşırıq. Atanur, nə deyə bilərsən turnirlə bağlı? Turnirlə bağlı demək istəyirəm ki, yaxşı keçdi. Əla idi, super. Hə, dobro utro demədim. Dobraya utro. Nəysə. Getdik. Belə. Sən həmin turnirdə nə kimi bir öncəlik götürdün və yaxud da nə kimi sənə dəyərli oldu həmin turnir? Nə kimi dəyərli, fərqləndi sənin üçün? Yaxşı keçdi. Gəzdik. Şəhərin özü Ulyansk şəhərinə. Gəzdik. Yaxşı keçdi. Yəni xoş təsadüflərlə Turan müəllim də bizi gəzdirirdi. İslam müəllim də gəzdirdi. Sağ olsunlar. Atanur, hal-hazırda Neftçidə mübarizə aparsan və gələcəkdə əgər əsas liqada çıxış etməli olsan, hansı klubun şərəfini qorumaq istəyərsən? Avropa. Azərbaycan. Azərbaycan Neftçidə nəqs. Hər zaman, hər yerdə, hər anda Neftçi. Bəs Avropada? Avropada təbii ki, Real. Təbii ki də Real kimi. Var mı sevdiyin bir futbolçu? Sevdiyim futbolçu var. Kim? Cristiano. Necə gol sevinci? Cristiano Ronaldo. Yaxşı, Atanur, daha bir sual vermək istəyirəm sənə. Milli səviyyəsində hansı millidə çıxış etmək istəyərsən? Avropada mı, yoxsa Azərbaycan millisinin şərəfini qorumaq istəyərsən? Təbii ki də Azərbaycan. Azərbaycan. Sənə bir ad qoymuşam. Bugünkü gün çox adamlar o addan istifadə edir, amma bu sözün sahibi Cəmaləddin Mehdiyev. Neftçinin qol silahı demişəm sənə. Bəli. Bu sözü mən demişəm və bu sözün də müəllif eləmərəm. Qol mütlərindən birisən. Hücum şansı. Əliyev qapıya zərbə və Atanur Əliyev hesabı bərabərləşdirir, mən buradayam deyir. Əgər futbol 11-liyi qurmaq olsa, mənə çox mağazadır. 11-liyi səndə yetinici olur. Mən bu fonu qoymaq istəyirəm qapıya. Ramosla müdafiə Pepeni qoymaq istəyirəm. Çünki ikisi də yaxşı mübarizə apardı. Ortaya da Krosu qoyuram. Sağ hücuma da Lamine Yamal qoyuram. Çünki findi yaxşıdır. Hücuma da məncə Ronaldo. Sol hücuma da Messini qoyuram. Mənim hücum üçün 4 seçim edərəm. İlk Ronaldo. Bu mənim seçimim. Eric Cantona, Raul Gonzalez Blanco və 4-cü
Mən 3 de futbolçu demişəm. Daha bir futbolçu isə Rıdvan Nesterov. Yəni bu mənim şəxsi seçimimdir. Yəni bu mənim düşüncəmdir. Bunları qoyaq. Sən olsaydın hansı futbolçunu forward kimi oynadaq? Robert Carlos. Zunda onu da etsin. Yekədi kiranaydı. Kömək edeyim desən. Yaxşı, özün əgər meydanın mübarizə aparmaq istəsən, bu futbolçulardan hansı birini meydana çağırırsan? Cruz. Özün yəni Tarkov'u yürüsün. Atanlar bu komandanın məşqçisini kim qoyardı? Yaxşı sağ ol. Galiba. Pek Guardiola. Atanur, neçən sinif oxuyursan sən? 4-cü. 5. Dərsləri yaxşı oxuyursan? Bəli. Həftə neçə də məşq olursunuz? 3. Və 5 dəfə də təhsillə bağlı məktəbə gəlsən, hazır məktəblər təcrübə çıxmağa hazırlaşır və 200 futbolçu onlara biraz işin rahatdır. Heç əziyyət çəksinmisənmi təhsillə idman arasında? Xeyr. Təhsil futbola, futbol təhsili mane olur. Hansı Məncə futbol təhsilim. mane olur? Futbol. Yaxşı, Atanur, futbolu sənə kim başlamağa sövq edib? Birinci atam. Çox hamımız deyə bütün Ən çox birinci, mən cavabı bilirəm amma sən atan dedin. atamdır, bir də dayım. Daha çox hansı? Daha çox dayım. Atan da Dayım. yeni cavab edib bu videonu izləyirsən, bəlkə lazım olan şeyləri onda da tavanacaq. Dayım və atan ikisi bir yerdə qərarlaşdırsan, futbol oynama desə, oynayarsan mı yəni? Oyun. Nə xoş deyirsən, hansı yeməyə xoş deyirsən? Aşinan kebab. Sənə sayı itiriləcək qədər, sayı məğlum olmayacaq qədər aş versən kebab ola. Futboldan sadəcə 3 aylıq uzaqlaşdırsan, uzaqlaşarsan mı? Bir ayınız var. Bir gündə uzaqlaş. Komanda yoldaşlarının içində elə bir futbolçu var mı onunla daha yaxşı anlaşırsan? Kimdir? Yusuf Təfəz. Onun stiliniz bənzəyirmi bir-birinə? Paslaşaraq hücuma çıxın. Atanur. Atanur. Sona qədər oynadı. Zərbə və gol! Günün ən fərqli futbolçusu adına layiq görülmüsən AFFA tərəfindən və U9 liqasında, U8 liqasında çıxış edərkən, səhv etmirəmsə, çıxış edərkən bu nominasiyanı əldə etmirsən. AFFA'dan təbii ki, belə bir fərqlənməyin özü bir uğurdur. Və indi Ulyansk şəhərinə yollanmağın istəyərsənmi daha çox səfərlər edəsən? Bəli. Daha Vətəndən çox səfərlər eləsək öyrəşəcəyik Udacada. birinci dəfədə səfər edin, doğu düzünlə. Darxırdın mı nədən üçün və yaxud sevgidən üçün? Məncə hamı darıxırdı. Amma buna baxmayaraq, futbolçu olmaq istəsənsə, kiçik iş görməli deyilsən. Atanur, yadda qalan qolun varmı çempionatda? Neftçiyov. Neftçinin ki, hansı komanda? Rofum. Rofumla. Bir oyunda məğlub oldunuz, mənə dəqiq yadımdır. Bir oyunda qələbə qazandınız. Minimal hesabla məğlub oldunuz, minimal hesabla qələbə qazandınız. Amma o 9-da məni xatırladım. Bunda deyəsən sizcə Kimlə oyna? Hansı komanda ya? Neftçiyov. O 9-da. Onlar. Rofumu başlayanda verdi, mən gedim sıxdım, aldım, vurdum. Və o 10 liqasına yadda qalan qolun olubmu? Onun liqasında. Hansı qol? Müdafiədən çıxdım, getdim Ronaldo'da getdim, axırda qapıçında aldatdım. Meydanda heç kimi saxlamamısan. Yaxşı, Atanur. Bizə məsləhətin, yəni sənin məsləhətin nə olar ki, Azərbaycan futbolunda və yaxud da dünya futbolunda hansı dəyişiklik etsək, futbol daha da inkişaf edər? Təbiət olmalıdır.
uşaqlarla çox telefona meylənir. Ona görə futbolu fikir vermədiklərinə görə biz özdə Rusiyaya gedəndə oradakı uşaqlar yeməkləri yeyirdi, amma biz yemirdik. Çünki onlar öyrəşmişdilər. Sümükləri bərk idi. Qidalanmağa çox Qidalanmaları çox olduğuna görə də yaxşı oynayırdı. Amma bizdə qidalanma az olduğuna görə bizim sümüklər bərkdir. Gündə telefona baxdıqlarına görə telefondan uzaq, həvəsləri bu telefondan uzaq tam olaraq qidanı rasionunu pozmamaq şərti ilə və futbola davam etməklə yaxşı inkişaf etmək olar və süni otları yığışdırmaq. Çox gözəl, fərqli fikirlər irəli sürdün Atanor. Həqiqətən danışmaq səninlə çox xoş oldu mənə. Atanor, sonda Feliş haqqında nə deyə bilərsən? Nə düşünürsən? İş haqqında sizə də təşəkkür edirəm ki, siz məni görə təşkil elədiniz. Maraqlı söhbət elədik. Hər şey yaxşı. Mən də sənə minnətdaram. Allah sənə uzun ömür, can sağlıq versin Atanor. İnanıram ki, məşəqqətli yolda, ağır yolda, çətin bir yolda böyük uğurlar əldə edəcəksən və daima uğurların bol olsun. Var olasan, minnətdaram, qədər vaxtı mənə sərf etdiniz.